Saç tökülməsinin qarşısını necə almaq olar? Bugün həm saç tökülməsinin qarşısını almaq, həm də ki yeni gür saçların çıxarılma yollarını sizə təqdim edəcəm. Özəlliklə saçını uzatmaq istəyənlər üçün bu videomuz göydən düşmə olacaq. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilərimiz, videolarımızın davamının gəlməsini istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Gəlin öncə saç tökülməsinin səbəblərinə nəzər salaq. Hər saç teli ortalama 4-6 il yaşayır. Saçların günlük 50-100 ədəd tökülməsi normal hesab edilir. Əgər bu sayı artırsa, özəlliklə saçlarınızı yuduğunuz zaman əlinizə topa şəklində saç yığılırsa, vəziyyəti ciddiyə almaq lazımdır. Vitamin və mineral çatışmazlığı. Qanda vitamin və mineral çatışmazlığı saç tökülməsinin əsas səbəblərindən biridir. B12, D vitamini, fol turşusu, biotin, sink və dəmir kimi maddələr qanda azdırsa, saç qidalana bilmir və nəticədə tökülür. Qadınlarda və kişilərdə saç tökülməsinin səbəbləri tam fərqlidir. Kişilərdə rast gəlinən saç tökülməsi daha çox kişi tipli hormonlarla bağlıdır. Bu formada saç tökülməsi xroniki xarakter daşıyır. Yaş artdıqca keçərlik də artır. Qadınlarda isə doğuşdan sonra, yaxud da ki hormonal problemlər zamanı saç tökülməsi halları yaşanır. Dəri və daxili problemlər də saç tökülməsinə səbəb ola bilər. Dəri ilə əlaqəli tökülmələrin çoxu saç dərisini əhatə edən xəstəliklərlə bağlıdır. Məsələn, göbələk, saç diblərində sısanaq, saçların tökülməsinə səbəb olur. Bundan başqa bir sıra xəstəliklər, məsələn, zob xəstəliyi, qəbul etdiyimiz hormonal preparatlar, revmatik xəstəliklər, arıqlamaq üçün istifadə etdiyimiz dərmanlar, hamiləlikdən qorunma həbləri, böyrək üstü vəz xəstəlikləri və digər nüanslar saç tökülməsinin əsas səbəbləri sırasındadır. Gördüyünüz kimi saç tökülməsi problemini hər kəs yaşayır. Amma bu məsələdə diqqət edilməsi gərəkən əsas məqam vaxtında və doğru vasitələrlə problemin qarşısını almaqdır. Satışda bilirsiniz ki, saç tökülməsinə qarşı serumlar və şampunlar çoxdur. Çox vaxtda alıb xeyrini görmürük. Yaxud da ki, istifadə edirik, saç tökülməsi dayanır. Amma şampunu kəsən kimi yenidən saçlar tökülməyə başlayır. Bugün isə sizə saç tökülməsi problemini birdəfəlik həll edən təbii bir vasitədən danışacağam. Bu, Crapesya markasına aid olan şampun və serum. Məhsul Fransa texnologiyası ilə Türkiyədə istehsal olunub və Avropaya idxal olunur. Saç tökülmə probleminiz varsa, bitki mənşəli bu məhsulu almaq kifayət eləyir. Çünki bu məhsulun tərkibi çox zəngindir. Məsələn, Crapesya şampununun tərkibində 52 ədəd maddə var. Onların bəziləri isə çoxlarınızın tanıdığı bitkilər, məsələn, şirin biyan ekstratı, üzüm toxumu yağı və jenşen kökü kimi maddələrdir. Yəni adi şampun deyil, tibbi vasitədir. Tərkibində həmçinin keratin də var. Crapesya serumunun tərkibində isə 31 maddə var. Onların əksəriyyəti elə videolarımızda saç tökülməsinə qarşı tövsiyə etdiyim bitkilərdən mentol, kamfra, evkalipt, rozmarin, buğda proteini, çay ekstratı, jenşen kökü və üzüm toxumu yağlarından ibarətdir. Məhsulu ideal eləyən şampun və serumun tərkibindəki Procapil maddəsidir. Procapil saç tökülməsinin müalicəsində istifadə edilən vitamin kompleksidir. Dünya təcrübəsində saç tökülməsinə qarşı hazırlanan məhsullarda istifadə olunan 3 məşhur aktiv maddə var. Bu Procapil, minoksidil və finasteriddir. Hər üç məhsul saç tökülməsini dayandırsa da, bunlardan yalnız Procapilin yan təsiri yoxdur. Məsələn, tərkibində minoksidil maddəsi olan məhsulun istifadəsini dayandırdıqdan sonra saçlarda güclü tökülmə baş verir. Bir növ şampundan ömür boyu asılı vəziyyətdə qalmış olursunuz. Tərkibində finasterid maddəsi olan məhsulun istifadəsindən sonra isə çox vaxt yuxusuzluq, halsızlıq və baş gicəllənməsi kimi yan təsirlər yaşanır. Şampun və serumun üzərində yazılan IGF-1, EGF və VGF maddələri nədir? IGF-1 maddəsi əsasən qaraciyər tərəfindən istehsal olunan insanın boyunu uzatmağa imkan verən hormondur. Bu da saçlarımızın böyüməsinə səbəb olur. Saç kökünə IGF-1 və Procapil kimi böyümə maddələri tətbiq olunarsa, həmin hissədə qan axımı sürətlənir. Bu maddə saçların uzanmasına kömək edir və saç tökülməsini minimuma endirir. EGF saç diblərindəki hüceyrələrin sağ qalmasını və çoxalmasını təmin eləyən maddədir. VGF isə saç diblərində zədələnmiş qan damar sisteminin bərpasını həyata keçirir, qan axınını sürətləndirir və saçlarınız təbii olaraq tökülmür.
İndi də keçək məhsulun istifadə qaydasına. Deməli, istifadədən qabaq əllərinizi və dermarolleri spirtlə dezinfeksiya edirsiniz. Bildirim ki, dermaroller məhsul alan zaman sizə üzərində həddiyə olunur. Daha sonra saçlarınızın tökülən hissələrini dermarollerlə baxın bu şəkildə masaj edirsiniz. Dermaroller ilə masaj bitdikdən sonra serumdan 0,5 ml götürüb saçlarınızın tökülən hissələrinə vurub yenə də masaj eləməyə davam edirsiniz. Bu formada saçlarınızda vurub masaj edirsiniz. Serumu gündə 2 dəfə səhər və axşam dediyim kimi dermaroller ilə masaj elədikdən sonra saç diplərinizə tətbiq edirsiniz və serumu vurduqdan sonra saçlarınızı yumağa ehtiyac yoxdur. Şampunun istifadə qaydası isə gündəlik yaxud da ki gün aşırıdır. Siz saçlarınızı yuyarkən sadəcə bu şampundan istifadə etməlisiniz. Yəni siz əlavə olaraq şampun və ya sabundan istifadə edirsinizsə, bu müalicənin effektinə mənfi təsir göstərir. Bunu da unutmayın. Bu məhsulları dediyim qaydada 3 ay müddətində istifadə eləsəniz, saç tökülməsi probleminə bir dəfəlik son qoya bilərsiniz. Belə dəyərli izləyicilər, bu günlük də bizdən bu qədər. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, aşağıda yerləşən bəyən düyməsinə basmağı, fikirlərinizi şərh bölümünə yazmağı, hələ də bir bax kanalına abunə deyilsinizsə, kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək. Hələlik.